Salam dostlar, bugünkü dərsimizdən biz artıq etibarən ProSave'ə başlayırıq. Yəni ProSave bizdə nədir? Yəni bunu yaza qeyd edirik. Açım. ProSave tamadı. Azərbaycan dilində çox tərcümələr görmüşəm. Məsəl üçün qəza əleyhinə müdafiə sistemi, İngilis dilində Emergency Protection System gedir bu. Yəni safety instrumental sistemin daxilində ya da ona aid olan emergency protection system. Nə üçün bu belə deyilir? Birbaşa məsəl üçün emergency shutdown sistemi demirlər. Çünki ProSave'in özünün tərkibində 3 ədəd sistem var. Bir, ESD-dir, biz bildiyimiz emergency shutdown sistem. Deməli, ikincisi PFD-dir, process shutdown system. Üçüncüsü fire and gas sistemidir. Fire and gas. Və dördüncüsü isə burn management sistemi. BMS. BMS məsəl üçün bizdə istifadə olunur. Bizdə buxar generator var və onun sistemi yoxluq havada yer alır və orada burn management sistemi istifadə olunur. Fire and gas sistemi də bizdə var və ESD sistemi var bizdə. Dostlar, deməli, ESD ilə PSD-nin əsas fərqi nədir? ESD həm insanların, həm ətrafın bütün qorunmasının, fəlakətin nəticəsinin qarşısının alınması rol oynayır və onun sil səviyyəsi PSD-dən daha yüksək olur. PSD isə bizdə məsəl üçün avadanlığın qorunması, bu düz ESD-yə də aiddir. Məhsulun keyfiyyətinin saxlanılması və prosesin düzgün getməsini təmin edir. Yaxud da dayanmasını məsəl üçün. Misal üçün deyə bilərəm ki, sizdə hansısa bir çən var, rezervuar günündə üstündə və orada xlor sızması baş verirsə və insana ciddi risk dəyərlər və ətraf mühitə bu mühitə ziyan dəyərlər və onun üçün burada ESD sistemi istifadə olunur. PSD isə məsəl üçün orada səviyyə qalxanda və yəni uca axmağa yaxın olanda, yəni çən daşmağa yaxın olanda həmin vaxtı bizdə PSD sistemi nasosları dayandıra bilər. Fərqləri bunlardır. Deməli, biz ProSave'də deməli, sistem yönü yox, workbench-i istifadə edəcəyik. Bunu yəni ki, növbəti dərsdə edəcəyik. Bu dərsdə biraz ESD-dən danışaq. Deməli, ESD üçün minimal olaraq mən bildiyim qədər SIM 3 səviyyəsi istifadə olunur. Hətta belə dublyasiya olmayan konfigurasiyada, yəni rezerv olmayanda, yadınızdadırsa bu yoxluq havan dərsində sizə pair and spare hissəsini izah etmişdim. Orada nə idi? Deməli, bir kontrolün içində 2 dənə MCU var bizdə. Hansı ki eyni əməliyyatları yerinə yetirir və ortada bir komparator var, hansı ki bu əməliyyatların nəticəsini yoxlayır. Və eyni olanda deməli modul özünü işlək sayır. Fərqli olanda deməli modul avtomatik olaraq keçirilir rezerv modulu, əsas modulu deyirəm, CPU-nun özünü deyirəm və işləməyən modul hansı ki hansı bir error görüb, o memory yaddaşında başlayır error correction kod. Yəni əməliyyat aparır, yoxlasın ki, yenidən bu error çıxacaq, yoxsa yox. Əgər çıxmazsa, artıq bu erroru yadda saxlayır, yəni bitlər üzərində yadda saxlayır və eyni error gələndə artıq bunu error kimi sayılır. Bu pair and spare texnologiyasıdır, yoxluq havada istifadə olunur. Bir də ProSave'də belə bir funksiya var, ona deyirlər SOA funksiyası, Sequence of Events Recorder. Bu nədir? Yəni deməli, hansısa bir qəzadan qabaq və sonra olan hadisələri bu yadında saxlayır və sizə həmən analiz aparanda, root-cause analizi yaxud da başqa bir analiz aparanda bu sizə imkan verir ki, siz məsələn hadisədən qabaq olan
eventlərin hamısını görəsiniz və hadisədən sonra nələr baş verir onu görə bilərsiniz. Deməli dostlar, gəlin biraz da arkitekturadan danışaq, qoşulmasından danışaq. Bizim sevin. Bəzi skrinə eləmişəm sizin üçün. Deməli, əsas qoşulma yəni sistemi budur. Çox yerlərdə istifadə olunur. Burada gördüğünüz stansiyalar AD serverdir, Automation Design serverdir, Safety Control Station'dır, Sequence of Event'dir. Deməli və axırıncı SENC'dir, Safety Engineering Station. Fərdi olaraq dostlar, məsəl üçün AD serverlər üçün lazımdır. Burada siz proyekti ümumiyyətlə düzəldirsiniz, sonradan bu proyekt yadda saxlanılır, burada konfigurasiya bazası yadda saxlanılır və kitabxanalar yadda saxlanılır. Sonra Safety Control Station isə SCS. Burada demək, əsas məntiq işləyir, hansı ki, real time-da bizim bütün proqramın məntiqini run modunda işlədir. Və Sequence of Event deyə danışdığım kimi eventlərin, yəni hansısa bir qəzaların, ya hansısa bir burninglərin, ya hansısa bir gələn məlumatların ardıcıl yadda saxlanılır və SENC bizə Safety Engineering Station'dır. Bu stansiya isə bizim yenidən proyektin qurulmağı, sazlanması, triggerlərin qurulması, məsəl üçün kommunikasiyanın təsirofqasının edilməsi, simulyasiyasının test edilməsi üçün yoxlanılır. Yəni, biz hal-hazırda yadımızda yoxluqda nə test edirik, bu həmən prospektdə də edə bilərik. Bu oxçar stansiyadır, yoxul qaba ilə baxsaz görəsiniz ki, belə də fərq eləmir. Düzdür, rənglər seçilir, modulların adları seçilir, amma eyni konfigurasiyadadır. 2 dənə prosesor modulu var, 2 dənə power supply modulu var. Rəqq demək olar ki, oxşayır bir-birindən. Hətta belə deyim, modulların açılması, bağlanması və yerinə oturtulması hamısı çox oxşardır. Belə bir şəkildədir. Yəni, proseddə də Center VP-də olduğu kimi 16 domin var bizdə. Domin yadınızdadırsa məntiqi birləşməli elementlər, avadanlıqların, məsələn, serverlərin, kontrollerlərin, icmain bir məntiqi qrupa yerləşdirilməsidir və hər domin içində 64 dənə bizdə stansiya orada, hansı ki, Linet IP üzərindən qoşulub və ümumidə stansiyaların sayı 256-ya çatır. Deməli, proseddə proqram yazmaq üçün dostlar POU istifadə olunur, Program Organization Unit. Yəni, bu ümumi bir addır, hansı ki, həm funksiyalara aiddir, həm də funksional bloklara aiddir. Funksiyalar dostlar, deməli, yoxulda var da biraz adı fərqlidir. Məsəl üçün, Siemens'in dərslər biz FC bilirdik, amma yoxulda var da FU adı. Və hər funksiya üçün funksiyanı ya functional bloku yazmaq üçün, FB'ni yazmaq üçün 3 dildən istifadə olunur. Biri functional block diaqramdır, ikinci ladder diaqramdır və üçüncü structure text. FB ilə FU'nun fərqi eyni Siemens'dəki kimidir. FB'nin daxili yaddaşı var və initial value verə bilərsiniz, yəni ilkin dəyərlər verə bilərsiniz. Həm də FU ilə FB 2 qrupa bölünür. Birinci qrup bizdə safety FU and B olur. İkinci qrup isə bizdə
interference kodu interference interference free gelir. Bunların fərqi nələrdir? Deməli, safety FU and FP bizdə dostlar istifadə olunur. Deməli, adından belə bilinir, təhlükəsiz kontrollarda, hansında ki, hər hansı bir dəyərin yüksək normaya gəlib çıxması birbaşa avadanlığın, ətraf mühitin zədələnməsinə, yaxud da hansı bir fəlakətə gəlib çıxarda bilər. Interference isə bizdə, məsəl üçün siz hansısa bir səviyyəni nəzarət edirsiniz və orada daşma heç bir fəlakətə gəlib çıxartmayacaq. Yəni, sadə sudur, ola bilsin, biraz təmizlənmiş sudur və orada daşma heç bir fəlakət nəticəsini verməyəcək. Məsəl üçün bir də deyə bilərəm, interference free haqqında hansı bloklardır. Məsəl üçün siz istəyirsiniz, vaxtı çıxardırsınız, 5 dəqiqədən bir vaxt çıxsın. Yaxud da hansısa bir, məsəl üçün də ESB şinası var sizdə, baz status indikator deyirlər ona, onun məlumatını çıxardırsınız. Yaxud da istəyirsiniz, baxasınız, məlumatlar mübadiləsinə sistemlə. Bu bloklardan istifadə edə bilərsiniz. Amma məsəl üçün, safety bloklarda məlumat çox vacib olduğundan biz burada istifadə edirik. Biz məsəl üçün, kontrolörün məlumatı almaq istəyirik, onun statusunu almaq istəyirik, yaxud hansısa bir stansiyanın statusunu, yaxud hansısa çıxışın, girişin, belə nümunə kimi deyirəm sizə. Onun statusunu almaq lazımdır və bu kontrolün sıradan çıxması yaxud da çıxışın işləməməsi belə bir fəlakət gəlib çıxarda bilər. Ona görə də burada biz safety FU and FP istifadə edirik. Bir də belə bir qısaca məlumat verim. Deməli, Sync stansiyası vardır bizdə, Engineering Station'dır. Həmən stansiyanın proyektində, biz proyekt quranda 2 database əmələ gəlir. Biri Word database, biri Master database və ikinci database var, o da SCS database. Dostlar, gəlin bunu da qeyd edək. Bəzən belə baş verir ki, siz bir əməliyyat var, onu aparanda o işləmə indi deyəcəm hansı əməliyyatdır. Word bir var bizdə. Ondan sonra var bizdə master gibi və var bizdə SCS gibi. Buna dostlar, siz birinci işləyəndə operatordur ya, injiniyordur, fərqi yoxdur, mühəndisdir yəni ki. Siz istənilən məlumatı Word-də yazırsınız, videoya. Və ondan sonra proses gedəndən sonra, tam təsdiqləyəndən sonra sizin məlumatlarınız gəlir əsas bazaya, master bazaya. Master video. Yəni nümunə ilə bazalar, adədən nümunə göstərdir. Master gibi. Və sistem özü bunları sinkronizasiya edir. Bəzən yoxlayıb ki, baxsın, görsün, məlumatlar eynidir və artıq master gibi tam təsdiqləyəndən sonra, yəni orada siyasi summa var da, belə deyil. Təqmin var. Yəni bu uyğun gələndə, yəni bu düz gələndə artıq master gibi yüklənir bizim SCS database-ə. SCS database-də çəkək belə. SCS. Birinci dediyim kimi buradan bura.
yardımcı olmaktadır. Top o mümkün. Belə. Deməli, operator yəncini işləyir, məlumatları əlavə eləyir, yaxud da dəyişiklik eləyir. Bu düşür workdb-yə. Workdb-dən sonra gəlir düşür bizim master DB-yə. Master DB ilə burada sinkronizasiya baş verir, yoxdur ki, məlumatlar düzdür, yoxdur. Və ondan sonra master DB yazır SCS-ə. Və bir məsələ var, bunu deyəcəyim sizə. Əgər siz hansı bir məsəl üçün SCS-ə yaxınlaşmışsınız və oradan onun məlumatını almaq istəyirsiniz, onun bazasını götürmək istəyirsiniz. Hətta bir də görürsünüz, mühəndislər gəlir, hansı məlumatı götürmək istəyir və götürə bilmir. Məsələ nədir? Əgər sizdə bu master DB yoxdursa, siz məlumatı SCS çəkə bilməzsiniz. Nə üçün baş verir? Siz çəkəndə artıq upload edir. Upload yox, download edir şeydən. Və üzrsən upload edəndə kontrolördə məlumatı SCS bazası ilə sizin proqram təminatı yoxdur ki, master baza biliyor ki, yoxdur. Və çalışın həmçinin master bazanın və workdb-nin backup'ını çıxardım. Çünki əgər SCS bazası sizdə isə və sizdə master DB olmasa, siz SCS bazasını heç cürə recover edə bilməzsiniz. Biz belə də məlumat verim, dostlar, deməli bizdə kontrolera müdaxilə etmək üçün, yaxud da hər hansı bir məlumatı dəyişmək üçün 3 dənə level var. İkinci level ən belə safety leveldir. Birinci level bizdə müvəqqəti verilən leveldir. Online şəkildə işləyirsiniz. Və ikinci level bizdə ən yüksək leveldir. Level 0 deyirlər. Burada səhvə kontrolü dayandıra bilərsiniz. Sonra əlavə olaraq deyə bilərəm ki, ProSafe 2 deməli, 2 cür applicationlar dəstək edir, yəni məntiqi dəstək edir. Birinci məntiq deyirlər, NC məntiqlərdir. De-energize to save deyirlər. Yəni, hər hansı bir cihazı söndürür, onu qorumaq üçün. Məsəl üçün, qırmızı knopka deyilir, onu basanda bizdə xəttlər olur. Və ikinci isə bizdə deyirlər, combine olunmuşlar, combine olmuş, yəni mix olunmuş məntiqdir. Yəni adı normal open üzərindədir. Energize to save deyirlər buna. Yəni burada prosesi dayandırmaq üçün, yaxud da enerji shutdown sistemi işə düşməsi üçün bizdə tərsinə kontakt qapanır. Və bu qədər dostlar, bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə mən çalışacağım funksional bloklardan biraz danışım və 3-cü dərsdən artıq başlayaraq praktik məlumatların yolmasına. Çox sağ olun dostlar, təşəkkür edirəm.